Esselamu Aleyküm və Rahmetullah və Bərəkət. Bəzilərinin bilmədiyi, bəzilərinin də bilib gizlətdiyi bir həqiqəti demək istəyirəm sizə bu günlərlə əlaqədar. Demək, Aşura günü baş verən hadisədə Hüseyin radiyallahu anh'ın müsibəti və onun əhl-i beytinin orada dostlarının öldürülməsi. Onların içində bəzi adlar var, onları sıralamaq istəyirəm. Onlardan biri Ali ibn Əbu Talibin oğlu, Hüseynin qardaşı Əbu Bəkir idi. Başqa birisinin adı isə Osman idi. O da Ali ibn Əbu Talibin oğlu idi. Orada başqa oğlanları vardı, adı Abbas, Cəfər və s. Amma maraqlıdır ki, niyə görə Əbu Bəkir ilə Osman adı çəkilmir? İkinci, başqa daha diqqəti cəlb edən hadisə və yaxud da nüans. Orada demək, dünyasını dəyişib şəhid olanlardan biri də Həsən, yəni Hüseynin qardaşı Həsən, Allah olan hər ikisinin və atasından razı olsun. Oğlu idi, adı da Əbu Bəkir idi. Və onun başqa bir oğlunun adı Ömər idi. O uşaq olduğuna görə öldürməmişdilər. Bax, bunlar niyə görə gizlədilir? Əslində, əziz qardaşlar, bu kimi şeylərdən görünür ki, Əhl-i Beytlə sahabələr arasında heç bir problem olmuyor, heç bir kin düşmənçiliyi olmuyor. Əsla insan evladına düşməninin adını qoymazdı. Sadəcə fitnələr olub, fitnəkarlar fitnə salıblar, çağırıblar, aldadıblar. Sonra da onunla qarşı-qarşıya gəlib, özləri öz qılıncı ilə özləri çağırdığı insanları qətlə yetiriblər amansızcasına. Allah onları şəhidlərdən qərar versin və bizi isə bu kimi hadisələrdən ibrət alan qullarından etsin.